Ötən gün paytaxtın Yasama rayonu Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salan naməlum şəxsin planının harda hazırlandığı məlum olub. Belə ki, ətrafdakı mağazaların kamera görüntülərindən aydın olur ki, xuliqanlıq əməlini törədən şəxs əvvəlcə Vidadi küçəsi ilə aşağı hərəkət edir və mobil telefonundan istifadə edir. O birdən dayanır, geri dönmək istəyir, sonra yenidən yoluna davam edir. Həmin şəxs Vidadi küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində ləngiyir. Onun kəsişmədə ləngiməsinin səbəbləri sonradan bəlli olur. Görüntülərdən aydın olur ki, hələlik istintaqa naməlum olan şəxs bax bu Vidadi küçəsi ilə üzü aşağı doğru hərəkət edir və burada o bax göründüyü kimi bir qara məhlul hazırlayır. Daha sonra onu şüşə qaba dolduraraq buradan Azərbaycan prospektinə çıxaraq yaxınlıqdakı gəlinlik dükanına daxil olur. Görüntülərdən aydın olur ki, naməlum şəxs əlindəki plastik qabla gəlinlik dükanına daxil olduqdan cəmi 3 saniyədən sonra mağazadan çıxaraq gəldiyi istiqamətə doğru geri qaçır. Mağaza sahibi Sevinç Qurbanova deyir ki, o mağazaya daxil olarkən xanım müştəri ilə söhbət edilmiş. Hətta dükan sahibi onun bu əməlinə mane olmaq istəyib, amma buna nail ola bilməyib. Nəticədə 40 ədəd gəlinliyin üzərinə tərkibi neft və qır qarışığından ibarət olan məhlul tökülüb. İndi o məhlulu isə təmizləmək qeyri-mümkündür. Elə çəkiliş vaxtı paltarların təmizlənməsi üçün gətirilən təmizləyici məhlulların da işə yaramadığını gördük. Planlaşdırılmış maddi zərər vurmaq üçün, yəni mən bu işdə çox irəli gedən bir xanımam, çox başarılı bir xanım olduğum üçün məni bu yoldan yalnız zərbə vurmaq istəyiblər. Təxminən 120 min Azərbaycan manatını ötər hər halda. Yəni bu elə bir bildiyimə görə belədir, bəlkə də ondan çox ola bilər. Hadisənin kim tərəfindən törədildiyi istiqamətində işlərə başlanılıb. Yasama rayon polis idarəsinin 26-cı polis bölməsi baş verən hadisə ilə bağlı xüsusi əməliyyat qrupu yaradıb. Gəlinlik dükanının içərisində kamera olmadığı üçün ətrafdakı obyektlərdə olan kameralardan görüntülər götürülüb. Faktla bağlı araşdırmalar hələ ki davam etdirilir.